Asan Könülləri Təşkilatının Mədəniyyət Carçısı proqramı çərçivəsində müxtəlif layihələr həyata keçirilir. 5-ci Asan Teatr Festivalının ilk tamaşası da uğurlu oldu. Könüllülər Cəfər Cabbarlının yaradıcılığına müraciət etdilər. Görkəmli dramaturqun Sevil pyesi bu dəfə gənclərin təqdimatında səhnəyə qoyuldu. 16 nəfər Asan könüllüsü tamaşa vasitəsilə qadın azadlığı, ailə dəyərləri, qadının cəmiyyətdəki roluna diqqət cəlb etdilər. Asan Könülləri Təşkilatı artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir və fəaliyyət göstərdiyi illər ərzində gənclərin şəxsi inkişafına, onların ideyalarının reallaşdırılmasına dəstək olmaq məqsədi ilə müxtəlif istiqamətlərdə beynəlxalq və yerli layihələr həyata keçirir və bu illər ərzində özümüz üçün müəyyən etdiyimiz əsas prioritet istiqamətlərdən biri də məhz mədəniyyət sahəsidir. Mədəniyyət Carçısı proqramı çərçivəsində bugünədək 100-dən çox səhnə əsəri nümayiş etdirilib. Gənclərin yaradıcılıq potensialının inkişafı məqsədi ilə 600-dən artıq ustad dərsi keçirilib.